Qeyri-müsəlmanların aktual olaraq verdiyi suallardan biri də budur ki, Tanrı məni yaradarkən məndən soruşubmu və ya məndən icazə alıbmı? Birinci bunu demək lazımdır ki, icazə məsələsi əqlən mümkün deyil. Çünki icazə almaq üçün ilk öncə icazə alınacaq varlığın olması şərtdir. Sağlam əqlin qəbul etdiyi kimi insanoğlu sonradan yaradılmışdır. Yəni əvvəlcədən yox idi, sonradan var edilmişdir. Mövcud olmayan bir varlıqdan isə nəsə soruşmaq və yaxud da icazə almaq əqlin qəbul etdiyi kimi mümkün deyil. Buna görə bu sualı iki başlıqda ələ alsaq, birinci, insan yaradılmadığı müddətcə ondan bir şey soruşula bilməz. İkincisi isə yaradıldıqdan sonra soruşulacaq bir şey qalmır. Bunu söyləyənlər düşünməlidir ki, bizim həyatda və əşyada etdiklərimiz də belə deyilmi? Məsələn, bir rəssam bir tablo işləyir və sənət əsəri ortaya qoyur. Bu zaman buradakı sənət, buradakı seçim rəssama aiddir, yoxsa tabloya? Deməli, hər bir əsər özünün deyil, sənətkarının seçimi olmaq məcburiyyətindədir.